Salam. Hərbi Hava Qüvvələrimiz JF-17 Block 3 təyyarələrini yeni sifariş verdiyi vaxtlarda bəzi insanlarda belə bir narahatlıq yarandı ki, bu təyyarə tək mühərriklidir, bu səbəbdən onun qəza riski daha yüksəkdir. Havada mühərrik sıradan çıxsa təyyarə qəza eləyir. Doğrudur, tək mühərriklilərdən fərqli olaraq iki mühərrikli təyyarələrdə mühərrikin birinə nəsə olsa, digəri təyyarəni sağ-salamat yerə endirə bilir. Amma tək mühərriklərdə mühərrikə bir şey oldu, təyyarə qəza eləyir. Amma mühərrikin sayı ilə yanaşı etibarlılığı çox-çox önəmlidir. Bir mühərrik nə qədər etibarlı olsa, onun qəza halları da o qədər az olur. Amma əgər mühərrik etibarsızdırsa, qəza halları da çox olur. Burada əsas önəmli olan həm mühərrik, həm təyyarənin özünün keyfiyyətidir. Çünki qəza hallarının hamısı mühərriklə əlaqəli olmur. Təyyarənin elə bir yerində yaranan nasazlıqdan qəza baş verir ki, onu nə mühərrik qurtara bilir, nə də başqa bir şey. Ona görə də dostlar, qəza hallarının az olması üçün bir təyyarə iki mühərrikli olmaq məcburiyyətində deyil. Burada əsas önəmli olan keyfiyyətdir. Həm təyyarənin özü etibarlı olmalıdır, həm onun mühərriki etibarlı olmalıdır, keyfiyyətli olmalıdır. JF-17 Block 3-lərimiz həm təyyarənin özü, həm mühərriki keyfiyyət baxımından hansı səviyyədədir, bunu bilmirəm. İnşallah ki, yaxşı olar. Bunun bir neçə səbəbi var. Bu həm seçimə bağlıdır. Kimi ölkə tək mühərrikli uyğun görür, kimi ölkə isə iki mühərrikli. Həm də orta və yüngül çəkili təyyarələrdə güc baxımından bir mühərrik kifayət eləyir. İki mühərrik əsasən ağır sinifli təyyarələr üçün seçilir. Çünki ağır siniflilərin həm öz çəkiləri ağır olur, həm daşıdıqları yük daha ağır olur. Silah yükü olsun, yanacaq olsun, buna görə də bu təyyarələrdə təbii olaraq iki mühərrikdən istifadə olunur. Həmçinin tək və iki mühərriklilərin arasında maliyyə, texniki xidmət, təmir baxımından ciddi fərqlər var. İki mühərriklilərdə siz hər uçuşdan uçuşa bir təyyarədə iki mühərrikə qulluq edirsiniz. Onun baxımıdır, təmiridir, ehtiyat hissələri nəticə olaraq iki mühərrikin saxlanması 2 qat zəhmət və 2 qat maliyyə xərcidir. Bu cəhətdən tək mühərrik daha əlverişlidir.